eləyək. İndi bu bizim senaryolardan biridir. Nə gözəl. İndi bunu silək. Bu cəbdəki senaryodur. Özünüzdə qeyd edin, papqalayın və senaryo 1 yazın misal üçün. Senaryo 2-mizə gəlin baxaq. Oh, necə hardan başlayım deyə düşünürəm. Gəlin buradan başlayım. Gün haqqında örnəklərlə insan başa düşür. Biraz keçmişə getdiyimizdə, yadınızdadırsa sizə dəfələrlə izah eləmişəm ki, kripto bazarında bəlirli bir range'in tərk edilməsindən sonra gələn retestlər möhtəşəm keçmişdə işləyirdi. Günü bugün də möhtəşəm işləyir. Amma və lakin normal baxdığınız range'lərdə yox, daha çox biz akademiyada öyrətdiyimiz və öyrədəcəyimiz fixed range tool-la yanaşmadadır. Əslində teoriya eynidir, yenə range tradingdir. Amma yanaşma və alətin əslində inkişaf dövrü artıq dəyişib. Yeni trading kitabları əgər günü bugün basılsa, bunların ən başında olacaq şey fixed range tool-dur. Bir-iki traderın kitabları var, zakaz eləmişəm, gələcək. Amma ki, hələlik necə deyərlər, bunun üstündə çox insanlar baş aça bilmir və bu bizim ən əslində yaxşı alətlərimizdən biridir. Bir range itirildiyində bunun üst və yaxud da alt hissəsinə gələn retestlər möhtəşəmdir. Gəldi, retest verdi, düşdü, retest verdi, düşdü. Nə gözəl. Üstündə tutumsa tam tərsinə doğru gedəcək. Düzdürmü? Ondan sonra qayıtdı, gəldi üstündə tutundu. Hətta burada köhnə səviyyələrimizə baxaq. Gəldi point of control-a. Point of control-dan təmas yedi. Yüksələn dibləri qoruduqdan sonra ilk olaraq hara getdi? Value və ya high-a. Ondan sonra burada artıq həcm inkişaf elətdirməyə başladı və ən sadəsindən baxdığımızda yüksələn diblər, düşən təpələr, yəni ki bir növ flag formation, ondan sonra təzədən qiymət elə bir bu qədər yüksəldi təxminən. Bundan sonra nə oldu? Artıq qiymət gəldi all time high-a. Bu şəkildə qeyd edeyim. Aha. Bu all time high nə deməkdir yaxşı? Bu deməkdir ki, artıq biz hal-hazırda içində olduğumuz böyük zaman intervalındakı range'i yuxarı doğru qırdıq, düzdür? Onda biz nəyə baxmalıyıq? Yenə gəlirik, həcm səviyyəsini seçirik və bunu ən sona doğru uzadırıq. Uzatdığımızda nə əldə edirik? Artıq tərk etdiyimiz həcm səviyyəsinin ən üst, orta, ən çox alınıb satılan və ən dib nöqtəsini əldə edirik. Okey, super. Sadəcə bu teoriyaya istinadən biz deyə bilərik ki, qiymət əgər yeni all time high-lara getmək istəyirsə, ultra bullish bir cycle-ın içərisində isə, bura kimi qiymət sadəcə və sadəcə 4%, 5% düşüşlərlə gəlib, bundan sonra da böyük geri çəkilməni inanılmaz yüksəlişdən sonra, yəni ki 120-130-a getdikdən sonra edəcəksə, bizim görməli olduğumuz şey qiymət bu həcm səviyyəsinin içərisinə yenidən qayıtmadan üst hissəsinə retest verib yüksəlməsidir. Bir daha qeyd edirəm, fərqli bir şəkildə qeyd edirəm. Əgər biz bir range, bir diapazonu qırırıqsa, qiymət onun bir həddinə, üst və yaxud da alt həddinə retest verib. Yəni ki, geridə qalan alıcılar alıb, mən gedirəm ha dostlar, qatara minin deyib, son bir dəfə shortları trapləyib, qiymət yuxarı doğru yüksəlməlidir. Aydındır. İndi bu perspektivdən baxdığımızda nə görürük? Gördüyümüz şey çox sadədir. Əslində burada qiymət çox gözəlindən bir təpə eləyib və geri çəkilib bura retest verib yüksəlməsi bizə əminlik verəcək ki, getdik. Super. Yaxşı, bu təklikdə bir şey ifadə edirmi? Hər bir dərsimizin sonuna Hüseynlə Ümid bəzən ilk başlarda ən azından desə də ki, təkrar olmasın və s. və ilaxır. Mənim təkrar kimi görmədiyim bir şey var. Hər bir alət öyrətdikdə deyirəm ki, bunu təklikdə istifadə eləməyin. Və ilk dərslərimizdən birində də qeyd edirəm. Tradingə girişdə risk idarə etməsinə bir giriş eləmişdim. Ondan sonra Confluence-u izah eləmişdim. Confluence əslində bizim
akademiyanın biraz manifestidir. Yəni biz necə trade edirik, onu izah edirik. Ən yaxşı işləyən səviyyələri düzgün şəkildə backtestləyib, statistikasını tutub, bunların özü-özlüyündə unikal işləyənlərini istifadə edib, kəsişmələrini trade edirik. Yəni ki, biz confluence traderıyıq, kəsişmə traderıyıq. Bu qədər sadə, bu qədər basit. Onun üçün burada nə axtarmalıyıq? Biz kəsişmə axtarmalıyıq. Yəni indi kiçik zaman intervalına daxil olaq. Amma ondan əvvəl birbaşa burada nə görürük? Naked daily level. Yəni ki, əl dəyməmiş bir daily level'ımız var. Super. İndi qayıtdıq 4 saatlığa. Həcm səviyyəsini silək. Hop. Ən dibdən, son dibdən təpəyə doğru Fibonacci-mizi çəkirik. Fibonacci 618, 66 bu hissəyə əslində təmas edir. Nə gözəl. Bir dənə də Fixed Range Tool seçirik. Görürük ki, burada 104.820. İndi biraz uzatsam bu hissəyə gəlir. 105.000 hissəsinə, amma bu şəkildə saxlasaq da olar. Okey. Bu hissədə 105.000-də də bu zona var. Bir digər tərəfdən bizim bir Anchored VWAP-imiz vardı. Hansı ki 1, 2, 3 dəfə əslində geri çəkilmədə təmas yaşatmışdı və qiyməti tutmuşdu. Burada bizim Daily Naked Point of Control'umuz da vardı. Bunu longlamamışdım. Ondan sonra bir geri çəkildi. Bir belə getdi, bir elə, bir yüksəldi. Bu hissədə artıq biraz əminlik gəldi mənə. Və dedim ki, yüksəliş gözləyəm. Fibonacci 0.75 ya da ki, normal istifadə eləmək istəsəz 786, 702. O range'lərdə 0.75 yaxşı işləyir deyə istifadə edirəm. Qiymət bura geri çəkildi. Yüksəldi Fibonacci 618'e. Ondan sonra da biraz geri düşmə yaşandı. Okey. İndi biz burada nə gözləyək? Biz bazar strukturunun qorunmasını, əgər qiymət ultra bullish bir senaryoda davam edəcəksə, qiymətin son dibi qorumasını, son dibimiz burada 102.060 qiymətidir və Anchored VWAP, Value Area High, Fibonacci Daily Level. Bunların hamısının kəsişməsi çox möhtəşəmdir. Bilirəm, keçən həftə mənim üçün əhəmiyyətsiz bir səviyyə idi bura. Amma ki, günün axırında bizim işimiz fikrimizi saniyəsində dəyişə bilməkdir. Niyə? Çünki datalar və artıq açılmış bir qrafik bizə daha net bir şəkil verir. Bu şəkil nədir? Tık dünən sürətli bir yüksəliş, ondan sonra bu hissədə geriyə qalmış daha da çox likvidasiya, çünki buranın da longları burada qalır. Əlavə olaraq müsbət xəbərlər, keçən həftə cümə qapanışında olan negativ xəbərin biraz təzyiqinin düşməsi, çünki ayın 1-nə kimi sıxa bilərdi bazarlar. Amma indi 7-sinə kimi sıxacaq, uzaq bir tarixdir. Eyni şəkildə insanların beyninin içərisinə girə bilmərik, amma qiymət hərəkətindən onu başa düşür ki, belə impulslu yüksəlişdən insanlar belə deyim, bunun ultra bullish qəbul eləsəydi birbaşa all time high gələrdi, amma biraz rahatladıq, yüksəldi, qiymət dayandısa, deməli bir qədər müsbət adlandırdılar və bütün bunlarla birlikdə çox gözəl bizim trading toollarımızın kəsişməsi var. Bu məncə bizə çox yaxşı bir confluence verir. Birincisi, bu hissənin confluence'unu niyə sevirəm? Fibonacci'yə görə. İkincisi, bazar strukturuna görə. Və bazar strukturu günün axırında həmişə demişəm. Bir confluence'u, daha doğrusu bir konteksti yaratdığımızda, yəni ki, Türk dili bunun bağlamdır, Azərbaycan dilinə hər kəsin başa düşə biləcəyi şəkildə bir tərcüməsini bu kontekst sözündə tapan olsa, zəhmət olması qrupda bildirsin. Bu konteksti əldə eləmək üçün bazar strukturuna baxmalıyıq. Bazar strukturu nə deyir? Tək bir şey deyir. Higher high, higher low, higher high, higher low, higher high, higher low. Bu şəkildə gedir. Yüksələn dip, yüksələn dip, yüksələn dip, yüksələn dip, hətta yüksələn dip, hətta yüksələn dip. Bura kim gəlsə hətta yüksələn dip. Onun üçün biz burada başa düşürük ki, əslində bir sonraki və senaryoların hamısının
aktiv ya da deaktiv olduğu nöqtə əslində budur. Biz burada polisiyə daxil olsaq, stopumuzu struktura uyğun şəkildə burada qoysaq, hədəfimizi daha yuxarılara qoysaq, bu bizə çox yaxşı bir risk idarəetməsi əslində verir. Çünki 1-in 3-ə çox yaxşı nisbətdir. Day trade perspektivindədir. 3.39%lik bir stopumuz var ki, bu 3.39 çox böyük bir faizdir. Niyə? Çünki indiyə kimi olan bazarda 4% qiymət düşüşü olub. Amma ki, ən təpədən bura 16% düşüb, bir də buradan bura 3%. Yəni ki, bunu da nəzərə almaq lazımdır. Yəni ki, burada bizim başa düşdüyümüz tək bir şey var. Qiymət bu hissəyə gələndə mən longlayacağam. Əgər təbii ki, belə breakout candle-la inanılmaz dərəcədə qırsa longlamasam qeyd edərəm, narahat olmayın. Amma ki, belə də əsas fikrim odur ki, bu hissələrdən risk almağı düşünürəm. Ən pisi stop olaraq, düşüncəm nədir? Ən pisi stop olaram və bazar strukturunda istədiyim yerə qiymət gələr. Mən də bu hissədə artıq ikinci qapını longlayıram. Yaxşı, ikinci qapı nədir? Gəlin bir də onu qeyd edək. Buna yazaq. Day trade long olar. Məncə çox